Hörmətli tamaşaçılar, siz Pənbə TV-yə baxırsınız. Bizim qonağımız var. Pənbək mahalında, yəni Spitakda, Hamamlıda zəlzələ oldu. Bugün ayın 6-sıdır, dekabr ayının 6-sı. Sabah 37 il, üzərindən 37 il keçir. O hadisəni xatırladıq biz və qərara gəldik ki, bir tarixə ekskurs eləyək. Hörmətli Səyət müəllim Rəfiyevi dəvət eləmişik studiyamıza. Səyət müəllim Pənbək malı Arçut kəndinin əməkdar müəllimi, tarix müəllimi olub. O, bu hadisələri çox gözəl xatırlayır. İndi onun dilindən eşidəcəyik. Səyət müəllim, xoş gəlmişsiniz studiyamıza. Çox sağ olun, təşəkkür edirəm. 37 il bundan əvvəl 1988-ci il dekabr ayının 7-sində həmən bölgədə böyük bir faciə oldu. Bəli, bu böyük bir tarixi, yəni ictimai-iqtisadi formasiyanın elə bir mərhələsində idik ki, artıq sosializm quruluşu dağılmaqdaydı, SSR hakimiyyəti artıq çevrilmək üzrə idi. Yəni, elə bir vəziyyətdə idi ki, idarə etmə sistemi pozulmuşdu. Qarabağda müəyyən hadisələr gəlib çatırdı bizə. Bununla yanaşı olaraq, demək, bizə məlum olan ən böyük faktlardan birisi o idi ki, burada məsələ torpaq məsələsi idi. Yəni, Qarabağda yaşayan ermənilər güya ki, orada onların durumları pisdir, yaxşı yaşam tərzləri yox idi. Bunun hamısı bir bahanə olaraq onlar uydurulma bir şey idi. Qarabağ məsələsi bildiyimiz kimi tarixi faktlar göstərir ki, o Azərbaycanındır. Qarabağ Azərbaycan deyə hər bir yerdə şüarımız olmuşdur. Yəni, yazılı ədəbiyyatlarda həmişə bizim Qarabağ məsələsi çox öndəmdə olan bir məsələ idi. Niyə? İstər Naxçıvan, istərsə də Qarabağ məsələsi. Bu, keçmiş Sovet imperiyasının siyasəti nəticəsində belə bir muxtariyyət verilmişdir. Demək, belə bir dövrdə biz həmin zamanlarda mühasirədə idik. Artıq Azərbaycanla, yəni doğma Azərbaycanımızla əlaqələrimiz kəsilmişdi. Şəhərə giriş-çıxış bağlanmışdı, vəziyyət çox pis idi. Yəqin ki, hamımız xatırlayırıq həmin günləri ki, elin obanın ağsaqqalları, cavanları, müəyyən yerlərdə hər birimiz səngərlər düzəldib, özümüzü qorumaq üçün yer axtarırdıq, kömək axtarırdıq. Yəni, əli yalın xalq idi. Silahımız yox idi, heç bir silah yox idi. Deməli, projektorları Həcqara adlanan yerdən, yəni Lernabaddan elə tuşlayırdılar ki, kəndin hər yerini işıqlandıra bilirdilər. Qadınları, qızları, ana bacıları, qocaları müəyyən yerlərdə gizlətdiyimizə baxmayaraq mümkün olmurdu yenə. Amma kişi xeylaqları, əli silah tutan nə silah var idi ki? Müəyyən adamlarda var idi, onları da gizli idi, üzə çıxara bilmirdilər. Burada əsas bir məsələ var idi. Məsələ nədən ibarət? Özümüzü hər cür, necə olur olsun müdafiə etmək. Buna görə də bizim orada salamat qalmağımızı böyük Allahımız, Allah Taala varlığı, haqqını haqdan ayıran Allahdır. Allahımız o yerdə bizə xoşbəxtlik gətirdi ki, təbiət hadisəsi olaraq zəlzələ başlandı. 1988-ci il dekabr ayının 7-si saat 12-yə 25 dəqiqə qalmış. Şəxsən mən sadə ona görə dəqiq dedim ki, sizə məlumatı həmişə də bu cür vermişəm intervyu verərkən, müsahibə verərkən. Deməli, o yaddaşımda onda ki, deməli, Rus zabiti gəlməli idi, podpolkovnik gəlmişdi. Hamımız kişi xeylaqları tökülürdük ki, gedək onun verdiyi məlumatları dinləyə bilək. Həmin ərəfiyə düşdü. Deməli, divardan daş düşdü, mən yıxılmışdım, özümüzü saxlaya bilmirdik.
Demək yıxıldım, daş düşdü, daş saatın üzərinə düşdü. Saata diqqət yetirdim ki, görüm sınıb mı, sınmayıb mı? Ona görə saatına kimi dəqiq yadımdadır bu fakt. 12-yə 25 dəqiqə qalmış idi. Bəli, zəlzələ başladı, özü də necə başladı? Zəlzələ başlayan vaxtı demək bizim kənddən itki olmadı. İlahi qüvvənin varlığına mən inanıram. Ona görə inanıram ki, Spitak ermənilərin yaşadığı ərazidir, hamamlıdır. Kiravakan, Qarakilsə ermənilərin yaşadığı. Biz orta hissədə yerləşmişdik, özünüz çox gözəl xatırlayırsınız. Deməli, o tərəfdə böyük itkilərlə uzlaşdı, bu tərəfdə. Yəni, ortada təsəvvür eləyin, biz sağ-salamat qaldıq. Yalnız bizə nəfər körpə uşaq qalmışdı Bələkdə, Beşikdə. O yaralanmışdı. Bax, Arçud elinin hər il qurban kəsməyi, hər il Allaha sitayiş eləməyi, haqqı nahaqdan ayırmağı bacaran kəndçilərimiz, bax, haqq kişinin demək gördüyünə görə sağ-salamat qaldıq. Çox şükürlər deyirəm ilahi qüvvəyə. Sonraki etaplarda demək, zəlzələ günü şəxsən mənim anamın qılçı da sınmışdı. Mənim anamla birlikdə getdim ki, Kiravakanda, yəni Qarakilsədə 13-14 nəfər Azərbaycanlıları ayırıblar, o tərəfə qoyublar. Heç baxan yoxdur. Mən hərbi hissə komandirinin orada yanına getdim, polkovnikin. Özümü təqdim elədim. Baxdım ki, ikinci nəfər general da gəldi, daxil oldu. Xoşbəxtlik ondan ibarət oldu ki, o general demək gəlişi mənə şans verdi. Xahiş elədim, partbilet çıxartdım. Mən Komünist Partiyasının üzvü olmuşdum həmin ərəfə. Çıxarıb təqdim elədim ki, bizim xalqa burada baxan yoxdur. Ayrı seçkilik var. Çıxın, baxın, görün, orada türkləri yığıblar, o tərəfə baxmırlar. Yəni, artıq təcili yardım vasitəsilə mən həmin xəstələri bizim Qursalı elindən var idi orada, Saral elindən var idi, Hallavardan var idi vətəndaşlar. Əksəriyyəti də qadın idi. Zəlzələdən zərər çəkmişlər idi. Bəli, bəli, bəli. Zəlzələdən zərər çəkmiş. O cümlədən mənim anam da onların içərisində idi. Onların hamısını birgə mən gətirdim. Qursalıdan hətta bir dənə Qursalıya gəlin gəlmişdi. Əslən Gürcüstanlı idi. Onu da mən gətirdim. O da yəni belindən ziyan almışdı. Yəni zərbə almışdı. Xəstə idi. O tərpənə bilmirdilər. Bax, bu adlarını saydığım adamların əksəriyyəti, hətta biri sizin qohumların həyat yoldaşı idi. Marina müəllimə Qursalıdan, Məşədlər tayfasındandır. Həsən müəllimin yoldaşı. Allah rəhmət eləsin onlara. Çox gözəl insan idi. Bax, onlar o qədər xatırımdadır ki, onlar əzab çəkirdilər orada. Mənim anam da onlarla birlikdə, baxan yox idi onlara. Aparıb qoymuşdu ora ki, müalicə edəcəklər. Xarici dövlətlərdən, ən çox da Fransadan gələn həkimlər idi. Bir təhərliklə mən həmin xəstələri hərbiçi götürməklə silahlı 2 nəfər, biri zabit, bir əskər götürdüm ki, qabaqda otuzdurdum onları da ki, bizi demək gətirib çıxarsın sağ-salamat. Buna baxmayaraq, hətta yolda bir dənə də hadisə baş verdi. Bugünkü gün kimi çox xatırlayıram onu. Bu yaddan çıxan tarixi hadisələr deyil. Xatırladığım ondan ibarətdir ki, demək, hər tərəfdən atəş açırdılar. Təcili yardımı dəyişdi, dəlmə-deşik getdi, güllə boranlar. Bunu gördüm mən, əskəri də, həmin zabiti də mən tələb elədim ki, düşün, əllərində onların avtomatdan silah var. Heç olmasa yuxarı göyə silah işlədin, qoyun dayandırsınlar ki, burada hərbiçi var. Təsəvvür elə. Bəli, onlar da məni eşitdi, gördülər ki, onların özü də bizim qurbanımıza çevrilə bilər, bizim kimi. Və ondan sonra atışma dayandı
və biz başladıq davam eləməyimizə yolumuza. Gəldik, çıxdıq Qazax mahalına. Qazax mahalına gələndə bizi çox gözəl qarşıladılar. Tezcə xəstələrimizi qəbul elədilər. Var olsun Qazax cəmaatını, var olsun. Mən hətta oradan Akstafalı mənim hərbi xidmətdə olduğum yoldaşım Sulduz gəldi, çıxdı. Mən buradan ona səs verirəm. Sulduz, məni axtar. Mən səni axtarıram. Akstafalı balasıdır, Fərman oğludur. Biz Ulduz deyirdik. Hərbi hissədə olanda birgə olmuşuq. Demək, onunla birgə mən çox böyük xətir hörmətimiz olub orada. Böyük Şimal Buzlu Okeanı içərisində Morskoy Flot deyirdik. Orada xidmət etmişəm. Onun mənə də çox köməkliyi dəydi. Ailəmizi şəxsən özü qəbul elədi. Bütün evlərini bizə təhvil verdi, ailəmə təhvil verdi. Yəni dediyim ondan ibarətdir ki, Arçut elinin təkcə deyil, bu Qərbi Azərbaycanın böyük bir fəlakəti idi. Və nəhayət mən təhvil verəndən sonra cəmaatımızla, elimizlə, obamızla, qonşu kəndlərlə əlaqə saxlayırdım. Gördüm ki, oradan gələnlərin hamısı deyir ki, vəziyyət çətindir, yemək, içmək azalıb, yoxdur. Fikirləşdim ki, cibimdə də az-çox pulum qalıb. Onu xərclədim. Elimizin, obamızın adamları üçün qənd, çay, çörək, kalpasa, müxtəlif ərzaq məlumatları götürdüm ki, cəmaat orada acı deyirlər. Və nəhayət helikopter vasitəsilə mən kəndimizə ilk enən Səyahət müəllim Rəfiyev olubdur. Helikopterlə mən endim. Nə qədər gecikdirdim ki, helikopter məni qoyandan sonra tezcə qalxmasın, cəmaat gəlib dolsun. Bir helikopter yenə insanlar. Oradan əmr gəlmişdi ki, atın sizin apardığınız vətəndaşı ora və qayıdın. İcazə vermədilər. Boş qayıtdı helikopter, təsəvvür edin. Amma mənə tapşırıq olmuşdu ki, siz orada rəhbərlik eləyin, orada ağsaqqalınız kim? Dedim, Mamet müəllim. Mamet müəllimlə dedi, bax, səni də biz buradan köməkçi təşkil edirik. Eşalon göndəriləcək, BTR-lə sabah dedi, yanınızdadır. Cəmaatı oradan çıxarmaq üçün dedi, göndərəcək. Elə də oldu. Deyirlər ki, zəlzələ bizim xilasımız oldu. Doğrudurmu? Bəli, doğrudur. Niyə doğrudur? Ona görə ki, bizim artıq əlaqələrimiz kəsilmişdi. Yalnız bir dənə əlaqə var idi. Bizim Cəbrayılov qədim ATS işçisi idi. Bir dənə xəbər onun vasitəsilə çatdırılırdı bizə. Müəyyən məlumatları alırdıq ki, bizim cəmaatdan olan, yəni Arçut kəndindən olan insanlar da burada mitinglər keçirilirdi. Keçmiş Lenin meydanı deyilən hal-hazırki Azadlıq meydanında. Oradan məlumatlar toplayırdıq. Bizim ziyalılarımız orada, tələbə balalarımız orada oxuyurdu. Onlardan biraz məlumatlar toplaya bilirdik. Əlbəttə, əlaqələr olmadığına görə bizcə dənə kənddə ATS işçisi kimi özünə çəkmişdi. Qarasukoy liniya deyirdik. Həmin liniyadan özü üçün çəkmişdi. Bu xəlvəti bir liniya idi. Onu bizə məlumatı Qədim bəy verirdi. Sağ olsun. Mən buradan ona təşəkkür edirəm. Necə ki, kəndimizin xilaskarlarından birisi də o olmuşdur. Qaldı ki, 1988-ci il dekabr ayının 7-si sabah, bəli, dediyi qeyd etdiyiniz kimi, mən həmişə məndən müsahibələr götürülüb, çoxlu. Azərbaycan televiziyasının müxtəlif kanallarının hər birində mən məktəbimiz haqqında, elimiz, obamız haqqında məlumatlar vermişəm. Xüsusilə də bizim orada tarix-diyarşünaslıq muzeyimiz olub. Məhz bu müsahibələrdə çoxlu suallar veriblər ki, siz necə oldu ki, oradan həmin muzeyin eksponatları gətirə bildiniz, həm də ki, bu məlumatları hardan bilirsiniz? Yeri gəlmişkən mən verəcəydim bu sualı. Bəli. Mən də o kənddənəm, bilirsiniz. Amma xəbərim yox idi indiyə qədər ki, o nətər oldu, necə oldu ki, onu bura daşıya bildiniz və burada böyük, hələ ondan da böyük bir muzey yarada bildiniz. Bəli. Mən məktəbə yollanmalı oldum, Vəfalı bəy. Sizin oxuduğunuz, mənim oxuduğum məktəb, özümün işlədiyim məktəb,
məni məktəb elə çəkdi ki, getdim, gördüm, bina uçub, dağılıb. Birinci öz otağıma məcburi sürətdə getməli oldum. Yəni, Tarix muzeyinə getdim. Gördüm ki, çox vəziyyət, qapını sındırıblar. Orada ən dəyərli eksponatlarımızı bizim maddi-mənəvi irsimizə xəyanət eləyiblər, aparıblar. Orada ən qiymətli mənim eksponatlarım var idi. Xalq tərəfindən, bizim ulularımız tərəfindən verilən eksponatlar da var idi. Çox təəssüflənirəm. Gizlətməyəcəyəm bunu da, göz yaşı tökə-tökə. Mən onlardan bir qismini yığdım. Biz təzə ailə qurmuşduq. Heç öz cərcəhizimdən bir neçə şeyləri götürə bildim. Amma həmin o eksponatları maşının bir hissəsində təsəvvür eləyin ki, o Qurzaboy deyirik, Kamaz samasfaltla olan maşınlar var. Onun üstündə gətirmişəm həmin eksponatları. Gətirdim. Bir zaman evdə saxlamalı oldum. Sonralar fikirləşdim ki, axı mən bunu məktəbdə necə məqsədlə hazırlamışdım. Onu orada 5-ci müəllimlər qurultayının nümayəndəsi olmuşam. Yəni Ermənistan, keçmiş Ermənistan SSR Respublikasında. Mənim bu işim orada çox qiymətləndirildi. Hətta Axumyan həmin dövrdə təhsil naziri idi. Onun imzası ilə mənim vəsiqəm durur hal-hazırda da. Demək, mənə baş müəllim adı verildi orada. Yəni, bu muzey işinə görə, belə desək, nümunəvi dərslərimə görə gəlib əyləşdilər nazirlikdən də, bizim rayon şöbəsindən də. O muzey orada qurultayda 5-ci müəllimlər qurultayı keçirilən vaxtı 1987-ci ildə may ayının 1-də də Sovet Ermənistanı qəzetində mənim oradakı çıxışım işıqlandırılıb. Hal-hazırda Elşən müəllim də həmin qəzetin nüsxəsini qoyubdur. Arzu deyili baxıb bu bizim oradakı müsahibəmizə. Mən o muzeyi ona görə orada yaratmışdım ki, bizim tarix fənni üçün orada diqqətə o qədər şeylər yox idi. Yalnız köhnə Sovet dövründən qalma xəritələr, onlar da pis vəziyyətdə idi. Amma baxırdım fizika otağımıza, çox gözəl bizim fizika, kimya otağımız, riyaziyyat otaqları, kabinetlərimiz var idi. Bilirsiniz ki, kabinet sistemi bizdə var idi. Bəli, əyani vəsait kimi ilk dəfə mən onu təşkil eləmək fikrində olmuşdum. Sonra gördüm ki, ədəbiyyatlar çatmır. Bir hissə ayırdım, bir güşədə ayırmışdım kitabxana kimi. O kitablardan bir qismi də gətirilibdir, yenə məndədir, bizim muzeydədir, belə desək. Çox təəssüflənirəm ki, muzeyimizin aqibəti də bu günləri hələ xoşa gəlməz bir vəziyyətdədir. Mən gələn kimi məni o dəqiqə həm partiyaçı kimi, həm partiya məktəbini oxuduğuma görə, həm tarix müəllimlərinin çatışmamazlığından görə məni ilk dəfə olaraq müəllim kimi işə qəbul etdilər. İşə qəbulu bizdən imtahan etdilər. İmtahandan da mən əla qiymətlərlə qiymətləndirildim. Hətta mənə orada birinci olaraq mən dindirildim ki, hansı məktəbə istəyirsiniz işləmək? Dedim, hansı məktəb olursa olsun, rəhbər xahiş edirəm ki, kişi müəllim olsun. Yəni biz orada Arçud Orta Məktəbində bizdə qadın müəlliməsi tək idi. Təsəvvür edirsiniz, nə dedim mən? Yox demək. Bəli, hamısı kişilər, mənim öz müəllimlərim də hamısı kişi müəllimləri olmuşdur. Bu mənim psixologiyamda bu sözü bir daha Azərbaycanımızın doğma, Azərbaycanımızın paytaxtı Bakı şəhərində mən onu xatırladım. Elə həmin momenti də, həmin sualı belə cavablandırdım ki, məni kişi müəllimi kimdirsə, burada oturan müəllimlərdən onun məktəbinə gedərəm. Allah rəhmət eləsin, o müəllimimizə də elə məni 99 saylı orta məktəbə, həmin dövrdə də Nuruzadə idi, demək, təhsil şöbə müdürü, məni qəbul etdilər
başladım ilk yox, ikinci pedaqoji fəaliyyətimə Binəqədi rayonu 99 saylı orta məktəbdə. Bəli, Vəfalı bəy 15-ci müəllimlər qurultayının nümayəndəsi oldum. Burada? Bir daha. Bəli, 5-ci qurultayı orada, 15-ci burada. Təsadüfə fikir verin, bəli. Burada da çox yaxşı qarşılandım. Orada da yenə çıxışlarım var. Muzeydə bunların hamısının fotoları var. Göstərmək asandır. Həmin fotolar albom şəklində durur. Deməli belə çıxdı ki, zəlzələ olmasaydı biz oradan sağ gələ bilməyəcəkdik. Xeyr. Mən yəni belə qənaətə gəldim. Niyə görə ancaq bizim o bölgə üçün? O nəyə görə idi? Ona görə ki, təsəvvür edin, Pənbək mahalı yəni coğrafi relyefinə görə harada yerləşdiyi Bazımsıra dağlarıdır. Onun ətəyində idik. Yəni orada elə ərazidə yerləşmişdik ki, Azərbaycanımızla əlaqələrimiz məsafə etibarilə uzaqdır. Ona görə də demək sərhəd bağlanmışdı. Bizim gediş, gəlişə çıxış yox idi. Məsələn, Göyçə mahalı, Göyçə gölü asan ətrafında yaşayan kənd bizim həm yerlərimiz tez bir zamanda gələ bilərdilər. Kəlbəcərdə. Bəli, Kəlbəcərdən. Bəli, o istiqamətə tezcə gələ bilər. Amma biz bizim elə çıxışımız yox idi. Bizim çıxış yolumuz yox idi. Bu yandan tərəf Stepanavan deyilən gümrük Cəlaloğlu şeyə keçə bilirdi, Gürcüstana keçə bilirdi. Amma biz ortada, heç biz ortada. Hər tərəfdən də ermənilər kəndləri, şəhərləri olunmuş. Mən xalqımıza, dövlətimizə, millətimizə arzum, istəyim odur ki, əziz kəndçilər, bizim şagirdlərimiz əyləşibdir burada bu günləri. Tövsiyəm ondan ibarətdir ki, adət ənənələrimizi unutmayasınız. Xalqımızın irsini, demək, oradakı nənələrin, babaların, ulularımızı yaddan çıxartmayaq, unutmayaq ki, bizi də unutmasınlar. Çox sağ ol Səhət müəllim. Maraqlı tarixə ekskursiya elədik. Ümid eləyək ki, yaxşı olacaq inşallah hər şey. Biz öz ata yurtlarımıza qayıdacağıq. Çox sağ olun, təşəkkür edirəm. Sağ olasınız, var olun. Mən də təşəkkür edirəm.